132-ci tip məsələni bu formada həll olunur. Verilib ki, 30 qərb uzunluğu 16-17-ci saat qurşağının sərhədini təşkil edirsə, əgər söhbət qərb uzunluğundan gedirsə, o zaman ilk əvvəl 360-dan 30-u çıxırıq, bu eləyir 330. 16 və 17-ci saat qurşağının sərhəddi riyazi olaraq 16-5-ə düşür. 330-u 16-5-ə bölürük və 330-u 16-5-ə böləndə cavab 20 eləyir. Deməli, yer kürəsi 1 saata 20 dərəcə dönmüş olur. 1 saata 20 dərəcə məsafə qət eləyir. Əvvəllər 15 dərəcə idi, indi isə 20 dərəcə məsafə qət eləyir. Və istəyir ki, Bakı şəhərinin yerləşdiyi saat qurşağını təyin edək. Bakı şəhəri 50 şərq uzunluğunda yerləşir. Əvvəllər 50-ni bölürdük 15-ə, indi isə 20-yə böləcəyik. Burada 2 dəfə 40 alınır və qalıq 10 qalır. 20-nin yarısı 10 eləyir. Əgər rəqəm 10 və ondan yuxarı olarsa üstünə 1 gəlirik, ondan kiçik olarsa olduğu kimi saxlayırıq. 10 olduğu üçün üstünə 1 gəlirik, bu eləyir 3. Yəni, Bakı şəhəri 3-cü saat qurşağına düşmüş olur. 3-cü saat qurşağının orta meridianını təyin edə bilərik. Bakı 50 şərq uzunluğunda yerləşir. 3-ü 20-yə vuranda bu ilk 60 eləyəcək. Belə ki, 1-i 60-a düşür. Yəni, 3-cü saat qurşağı 60 şərq uzunluğuna düşür. 1 də 2-ni 20-yə vuranda 40. Deməli, Bakı 40 ilə 60 2-ci və 3-cü saat qurşağının sərhədinə düşür. Çünki bu dəfə sərhəddi təyin edəndə üstünə 7.5 yox, 10 dərəcə gəlmək lazımdır. Həqiqətən də 2-ci saat qurşağının orta meridianı 40-dır. 40-ın üstünə 10 gələndə 50 eləyir. 3-cü saat qurşağının orta meridianı isə 60-dır. 60-ın da digər sərhəddi 50 dərəcə. Yəni 2 və 3-cü saat qurşaqlarının sərhəddini təşkil edir. Saat qurşaqlarının sərhəddi okean üzərindən keçərsə meridian olduğu kimi çəkilir. Lakin okeandan deyil, materikdən, yəni ölkələr üzərindən keçərsə, dövlət vaxtdan səmərəli istifadə etmək üçün bu sərhəddi müəyyən qədər dəyişdirir. Ya şərqə, ya da qərbə doğru çəkir və dəyişdirir. Elə ölkələr var ki, saat qurşağını çox düşür. Məsələn, Kanada, ABŞ, Rusiya kimi ölkələr daha çox saat qurşağında yerləşir. Rusiya 11-dən çox saat qurşağında yerləşir. Əslində ABŞ-da 3 dənə saat qurşağıdır. Amma hava adaları, ABŞ-ın Alyaska hissəsi və digər adaları götürəndə ABŞ-da da saat qurşağı çoxluq təşkil eləyir. Elə ölkələr var ki, bir neçə saat qurşağında yerləşməsinə baxmayaraq, yalnız 1 saat qurşağından istifadə eləyir. Bu ölkələri yadda saxlamaq üçün cihan sözündən, daha doğrusu cihan sözündən istifadə etmək olar. Bu ölkələrə aiddir Çin, İran, Hindistan, Argentina və Norveç. Bu ölkələr bir neçə saat qurşağında yerləşməsinə baxmayaraq, vahid 1 saat qurşağından istifadə edir. Dünyanın 70-ə yaxın ölkəsi gün işığından səmərəli istifadə etmək, elektrik enerjisinə qənaət etmək məqsədi ilə qış və yay vaxtlarına keçirlər. Bu, oktyabr və mart ayındadır. Oktyabr və mart ayının son bazar günlərində saatı 1 saat irəli və ya geri çəkirlər. Bu, dekret vaxtı adlanır. İlk dəfə olaraq Böyük Britaniyada həyata keçirilmişdir 1908-ci ildə. Azərbaycanda 2016-cı ilə qədər həyata keçirilmiş, 2016-cı ildə Nazirlər Kabinetinin qərarına əsasən artıq həyata keçirilmir ki, bunun da əsas səbəbi insanların həyat fəaliyyətində psixoloji uyğunsuzluğa yol açdığı üçün bəzi ölkələr artıq dayandırıb. Mavi rənglə göstərilən ölkələr, yəni şimal qütbünə yaxın olan ölkələr, Şimali Amerikada ABŞ, Kanada, Meksika, Qərbi və Şərqi Avropa ölkələri, Afrikada Misir, Mərakeş, Avstraliyanın bir hissəsi, Braziliyanın bir hissəsi, Çili və Asiyada isə İran dekret vaxtından hələ də istifadə edir. Bəzi ölkələr isə Asiyanın əksəriyyət ölkəsi, Cənubi Amerika ölkələri əvvəllər istifadə eləyirdi. Azərbaycan və Türkiyə də bura daxildir. Hal-hazırda isə istifadə etmir. Lakin ekvator xəttinin keçdiyi Mərkəzi Afrika ölkələri, Cənub-Şərqi Asiya ölkələri bu günə qədər ümumiyyətlə bu dekret vaxtından istifadə etməyib. Çünki bu ölkələr ekvatora yaxındır və bu ölkələrdə gecə-gündüz arasında elə bir fərq yoxdur. O səbəbdən də bu günə qədər heç vaxt istifadə etməyib. 12-ci saat qurşağının orta meridianı 180 dərəcəlik meridian beynəlxalq təqvim vaxtının dəyişilməsi xətti, tarix dəyişmə xətti kimi qəbul edilmişdir. Bu meridiandan şərqdə, qərbdə yerləşən məntəqələr arasında bir günlük fərq vardır. Əgər şərq yarımkürəsində 31 dekabrdırsa, deməli qərb yarımkürəsində 30 dekabrdır.
Çünki aralarında bir günlük bir fərq var.